Milli komandamızla bir qələbəsi belə olmayan qoca Santuş 3 milyon 700 min manat təzminatı götürüb getdikdən, Ayxan Abbasov ondan dəfələrlə az maaşa razılaşıb milliyə gəldikdən sonra ümidlənmişik. Bakıda Ukraynadan alınan bir xal. Sonra Fransa və elə həmin Ukrayna ilə səfər maçlarında məğlub, amma mübariz komanda görməyimiz bizi bir daha əmin etdi ki, illərlə əcnəbi baş məşqçilərə pul yedirtmək boşuna imiş. Buna şübhə yox. Amma əzmkarlıq da bir yerə qədərdir. Nəticə üçün ustalıq, səviyyə əsasdır. İslandiya ilə maçda isə nə o səviyyədə əzmkarlıq gördük, nə də oyun və nəticə. İslandiya üçün bu oyun final xarakterli idi. Xal itirsəydilər, qrup ikinciliyi uğrunda mübarizədə Ukraynanı irəli buraxıb son turda işlərini çətinə salacaqlar. Bakıya dünyanın o başından gəlmiş yorğun qonaqlara lazım idi ki, Azərbaycanla oyunda az enerji sərf edərək sərfəli nəticəni qazansınlar, Ukrayna ilə 3 gün sonraki həlledici döyüşə güc saxlasınlar. Hər şey İslandiyalıların istədiyi kimi də oldu. Bizim komanda rəqibə yetərincə təzyiq edə bilmədi və onlar rahatca məqsədlərinə çatdılar. Aydın məsələdir ki, Ayxan Abbasov hazırlığı 3 gün ərzində keçiriləcək 2 oyuna uyğun qurmuşdu. Ya bütün potensialı, gücü İslandiya maçında xərcləyib azı bir xal qazanmaq, belə də Fransa qarşısına yorğun oyuncularla çıxıb öz azarkeşlərinin önündə 5-6 topla darmadağın olunmaq təhlükəsi var. Ya da müəyyən qüvvəni Fransa maçı üçün qorumaq, İslandiya ilə tutar qatıq tutmaz ayran məsələsinə uyğun oynamaq. Qismət Aliyev daha hərəkətli, Rüstəm Əhmədzadə və Ceyhun Nuriyev, habelə Anatoli Nuriyev məncə Fransa maçı üçün qorunurdu və bu səbəbdən İslandiya görüşündə start heyətində yer almamışlar. Ayxan Abbasovun onsuz da geniş heyət seçimi yox idi. Mahir Emrelinin zədələnməsi, Elvin Cəfərquliyevin soyuqlaması da millinin baş məşqçinin qəliz vəziyyətini bir tərəfdən qəlizləşdirmişdi. Digər tərəfdən də düşünürsən, güya Mahir və ya Elvin olsaydı nə olacaqdı? Onlarla çox sayda oyun uduzmamışıqmı? Bəlkə də elə bu səbəblərdən Ayxan Abbasov qapıçı Aydın Bayramovla özü ilə Şamaxıdan gətirdiyi müdafiəçi Rüfət Abbasovun ilk dəfə millidə oynamasına qərar vermişdi. Aydın pis təsir bağışlamadı. Rüfət isə ilk qolda ofsaydı pozmaqla rəqibə kömək etdi. Bir neçə dəfə həyəcandan özünü də, topu da itirdi. Yalnız ikincisi də nisbətən oyuna uyğunlaşdı, cəsarətli oldu. Hücumda 2 seçim vardı. Polşanın Motor klubunda oynayan Renat Dadaşovun sanki motoru tökülüb. Əvvəlki oyununu göstərmir. Polşa liqasında heç bir görüşdə 90 dəqiqə meydanda olmayıb. Milli komandada da keçən ay Ayxan Abbasova etirazına, öz başlanğılığına görə yəqin ki, cəzasını ehtiyatda qalmaqla çəkməli idi. Belə də ümid qalırdı Qarabağın ərköyün forvardı Nəriman Axundzadəyə. Ona da necə yıxılı evin dirəyi deyəsən. Xarakter zəif, ustalıq da aşağı. Müdafiədə Bəhlul Mustafazadəyə çox güvənirdik. Amma İslandiya maçında Bəhlul sanki Qarabağda gördüyümüz Mustafazadə deyildi. İkinci qolda da hava mübarizəsində uduzmaqla rəqibə mane ola bilmədi. Klubda oynamayıb millidə oynayanlar kateqoriyasından Haybullayev yenə meydanda yalnız döyüşürdü. Hərçənd əvvəlki oyunlarda Haybullayev daha yaxşı görünürdü. Abbas Hüseynov da onun kimi klubda az oynamasına baxmayaraq millidə start heyətində idi və buna görə sosial şəbəkədə ən ağla sığmaz mülahizələrə də rast gəlinməkdədir. Güya Abbas millidə tapşırıqla oynayır. Niyə? Bu dövlət qulluğuna qəbul və ya sürücülük vəsiqəsinin alınmasıdır ki, tapşırsınlar. Abbas millidə oynasa nə olacaq, oynamasa nə? Yazanda, danışanda düşünmək üçün Allah insana şuur verib. Yəqin o halda klubunda oynamayan Haybullayevi də meydana buraxmağı Ayxan Abbasova Dağıstan ağsaqqallara tapşırıb. Ayxan Abbasovun özünə başqa suallar vermək olar və verildi də. Hava toplarında anadan gəlmə üstünlüyə malik İslandiyaya qarşı bütün kornerləri, cinah ötürmələrini yuxarıdan etməyin bir izahı varmı? Milli komandanın onsuz da bu seçmə mərhələdə heç bir hədəfə filan qalmayıb. 6 il Berti Fox'a, 3 il Debiaziya, il yarım Sanchuş'a dözən biz Ayxanla İslandiyaya, Fransaya uzmağa da səbr edərik. Güya xaricilərdən əlimiz bala batmışdı ki, həmin bu İslandiya Sanchuş'un komandasını 5 qolla darmadağın etmişdi. Bu oyuncular da onsuz da aşağı-yuxarı bunu etmək olar. Bəziləri legioner limitinin ləğvi məsələsini ortaya atıb. Gülməlidir vallah. İllərdir legioner limiti vardı və biz 4, 5, 6 topla uduzurduq. Bir futbolçu ki, klubunda legionerlə rəqabətdə üstün olub heyətdə yerini qazana bilmirsə, o futbolçu olmasa yaxşıdır. Limit deyirsinizsə, baxın Qəbələ komandasının vəziyyətinə. Hər oyun 4-5 yerli futbolçu ilə oynayırlar və outsiderlər sırasındadılar. Kaxaskadadze hər məğlubiyyətdən sonra oyuncularında təcrübə çatmır deməklə həqiqəti malamağa çalışır. Deyə bilmir ki, bəhbəhlə danışdığınız akademiyanın yetirmələrinin səviyyəsi budur. Bunlarla yalnız 1-ci liqada çempion olmaq olar.
Qarşısını kəsən var yerli oyunçunun. Oynasın heyətdə yer qazansın, milliyə dəvət alsın da, millidə keyfiyyətli oyunçu olmalıdır ki, keyfiyyətli oyun da olsun. Cücəni payızda sayarlar deyilir, amma bizim komanda nə yazlıqdır, nə payızlıq. Saylası cücəmiz də yoxdur. Qarşımızda yalnız xoruz var. Fransa. Baş məşqçiyə mi bel bağlayaq, futbolçulara mı ümid edək? Çətindir söyləmək. Ümid edək ki, noyabrın 16-sı axşam hesaba görə utanmarıq. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.